Hamınıza salam. Gəlin bugün valideyn-müəllim iclasları haqqında bildiyimiz hər şeyi bir anlıq unudaq. Çünki bugün biz bu görüşlərə tamamilə fərqli bir gözlə baxacağıq. Söhbət Kaspi Liseyinin təcrübəsindən çıxan adi bir görüşü əsl motivasiya və əməkdaşlıq mənbəyinə çevirən pozitiv enerji dövriyyəsi nəzəriyyəsindən gedir. Yaxşı, gəlin, başlayaq. Valideyn iclası deyəndə ağlınıza ilk nə gəlir? Yəqin ki, çoxumuz üçün bu, biraz gərginlik, biraz narahatlıq, hətta bəzən yorğunluq deməkdir, elə deyilmi? Bəs əgər başqa cür olsa, əgər bu görüşlər enerjimizi alan yox, əksinə artıran bir yerə çevrilsin? Bir saniyəlik dayanıb düşünək. Sonuncu dəfə valideyn iclasından çıxanda özünüzü necə hiss edirdiniz? Bütün enerjiniz çəkilmişdi, yoxsa evladınızın gələcəyi üçün yeni bir həvəslə, motivasiyayla dolmuşdunuz? Bax, bütün məsələ elə bu sualın cavabındadır. Burada əslində iki fərqli dünyanı görürük. Sol tərəf hamımıza tanış olan mənzərədir. Ancaq problemlərə fokuslanmaq, çatışmazlıqları saymaq və nəticədə yaranan o gərgin av-hava. Amma sağ tərəfə baxın, tamamilə başqa bir aləmdir. Burada söhbət potensialdan gedir. Müəllim və valideyn arasında əsl tərəfdaşlıq qurmaqdan gedir və ən əsası sadəcə məlumat yox, müsbət emosional enerji mübadiləsindən gedir. Yaxşı, problemi qoyduğu ortalığa. Bəs həll yolu nədir? Bax, məhz bu nöqtədə PECT, yəni pozitiv enerji dövriyyəsi nəzəriyyəsi ilə tanış oluruq. Bəs PECT əslində nədir? Yəni, bu sadəcə gəlin yaxşı danışaq demək deyil, qətiyyən. Bu, əslində çox dərin düşünülmüş bir sistemdir. Məqsəd nədir? Məqsəd olur ki, iclasları elə bir platformaya çevirək ki, oradan həm valideyn, həm müəllim, həm də dolayı yolla şagird daha güclü, daha motivasiyalı ayrılsın. Bütün bu nəzəriyyənin ürəyi, özəyi bax budur. Enerji axınını mənfidən müsbətə çevirmək. Çox sadə səslənir, elə deyil? Amma düşünəndə bu pozitiv enerji axı birbaşa uşağın uğruna, onun məktəbdə özünü necə hiss etməsinə təsir edir. Yaxşı, əla, bəs bu pozitiv enerjini necə yaradacaq? Havadan gəlmir ki bu. Nəzəriyyənin əsasında 5 dənə çox sadə, amma bir o qədər də güclü prinsip dayanır. Gəlin bir baxaq görək bunlar nədir? Birinci və bəlkə də ən qızıl qayda, heç vaxt amma heç vaxt birbaşa problemdən başlamayın. Baxın, söhbəti uşağın hansısa kiçik bir uğuru ilə, müsbət bir addımı ilə başlamaq sanki otağın havasını dəyişir. Valideyn dərhal müdafiə mövqeyindən çıxır, qulaq asmağa başlayır və əməkdaşlığa hazır olur. İkinci prinsip isə fokusumuzu dəyişir. Məqsədimiz problemləri sadalamaq yox, potensialı üzə çıxarmaqdır. Yəni, uşağınız diqqətsizdir kimi bir ittiham yerinə, onun diqqətini daha yaxşı toplamaq üçün sizcə birlikdə nə edə bilərik sualını qoymaq. Fərqi görürsünüz? Biri qapı bağlayır, digəri isə əməkdaşlığa qapı açır. Üçüncü və dördüncü prinsiplər isə bir-birini tamamlayır və daha çox bizim necə danışmağımızla bağlıdır. Yəni, empatik olmaq. Səsimizin tonu, sakit, anlayışlı olması çox şeyi həll edir. Və təbii ki, bədən dilimiz. Bəzən bir səmimi təbəssüm, göz təması onlarla cümlədən daha çox şey ifadə edir. Və ən sonda söhbəti mütləq minnətdarlıqla bitirmək. Gəldiyiniz üçün təşəkkür edirəm. Bu qədər sadə bir cümlə valideynə biz tək deyilik, biz bir komandayıq mesajını verir. Və gəldik bəlkə də bütün bu işin ən vacib, ən riyazi qaydasına, enerji balansı. Baxın, bu 3-1 nisbəti nə deməkdir? Çox sadə. Uşağın inkişafı ilə bağlı deyilən hər bir mənfi və ya inkişaf etdirilməli məqama qarşı ən azı 3 müsbət məqam səsləndirilməlidir. Bu sanki bir sığortadır. Söhbətin enerjisinin heç vaxt mənfiyə düşməməsini təmin edir. Yaxşı, bütün bu prinsiplər, qaydalar kağız üzərində çox gözəl səslənir. Amma praktikada bunu necə etmək olar? Narahat olmayın, bunun üçün də çox aydın, konkret bir 3 addımlı fəaliyyət planı var. Gəlin görək bu plan necə işləyir. Baxın, hər şey necə də planlanırdı. Birinci addım, hazırlıq. Müəllim iclasa əlboş gəlmir. Hər şagird üçün xüsusi bir pozitiv mesaj jurnalı olur və ora konkret, müsbət faktlar yazılır. İkinci addım, iclasın özü. Burada o məşhur sendviç texnikası işə düşür. Yəni, söhbətə pozitiv bir şeylə başlayırsan, inkişaf etdirilməli məqamı ortada deyirsən və yenə də pozitiv bir notla yekunlaşdırırsan. Və üçüncü addım, bu da çox maraqlıdır, iclasdan sonra. Bu gözəl enerji sadəcə otaqda qalmır. Valideynlərdən gələn müsbət rəylər məktəbin enerji divarında paylaşılır ki, bu ab-hava bütün məktəbə yayılsın. Və əlbəttə, belə bir sistemin işləməsi üçün hər kəsin öz rolunu bilməsi şərtdir. Bu cədvəl də məhz bunu göstərir. Kim hazırlıq görür? Sinif rəhbəri, fən müəllimləri. İclas zamanı kim bu ünsiyyət qaydalarına əməl edir? Bütün müəllimlər. Bəs o enerji divarına kim cavabdehdir? Koordinator. Yəni hər şey dəqiqdir.
heç nə havada qalmır. Bu əsl komanda işidir. Yaxşı, bütün bunları etdik, hazırlaşdıq, danışdıq, paylaşdıq, bəs sonda nəticə nə olur? Nəticə sadəcə daha yaxşı keçən iclaslar deyil, dostlar. Nəticə daha böyük bir şeydir. Biz əslində bütün məktəbi əhatə edən bir pozitiv enerji ekosistemi qurmuş oluruq. Baxın, bu ekosistemdə uduzan yoxdur. Hər kəs qazanır. Valideynlər məmnun qalır, çünki onlara dəyər verildiyini, dinlənildiklərini hiss edirlər. Müəllimlər daha həvəslə işləyir, çünki əməkləri görülür. Və təbii ki, bütün bu prosesin mərkəzində dayanan şagirdlər. Onlar daha xoşbəxt olurlar. Özlərinə inamları artır və bu da birbaşa onların uğurlarına təsir edir. Yəni, yekun hədəf əslində budur. Məktəbi elə bir yerə çevirmək ki, orada təqdir, motivasiya, təşəkkür, bütün bu pozitiv hisslər bir-birini bəsləyən, tükənməyən bir dövriyyə yaratsın. Və gəlin bu söhbətimizi mənbədəki o çox dərin bir fikirlə bitirək. Məktəbdə emosional enerji itmir, sadəcə formasını dəyişərək. Təbəssümdən inama, təşəkkürdən motivasiyaya çevrilir. Baxın, enerji onsuz da var. Sual budur ki, biz o enerjini nəyə sərf edirik? Gərginliyə, yoxsa inama? Bəlkə də valideyn iclaslarına bir problem kimi yox, əslində şagirdlərimizin gələcəyi üçün doldura biləcəyimiz ən böyük enerji mənbəyi kimi baxmağın vaxtı çatıb. Sizcə necə?